Sure-i Nisa ayə 59 və 60. Əuzu billah minəşşeytanirracim. Pənah parıq Allah'a dərgahdan qovulan şeytanın şərrilərindən. Ya əyyuhəl-ləzinə amenu. Ey o kəsləri ki iman gətirmisiniz. Ətiullah. İtaət eləyin Allah'tan. Ya sözünə baxın Allah'ın. Və ətiur rəsul. Və itaət eləyin Allah'ın peyğəmbərindən. Və ulil əmri minkum. Və əmr sahibləri özüzdən. Fəin pəs əgər tənazətum bəhsə yetişdiniz ya cəngə yetişdiniz, davaya yetişdiniz, fi şeyin bir işdə fərudduhu iləllah pəs rədd eləyin o Allah'a səri və rəsuli və peyğəmbər üçün in kuntum əgər varsız tu'minunə billah iman gətirən Allah üçün vəl yevmil axir və qiyamət günü üçün zalikə bu dediyimiz xeyrun yaxşıdır və əhsənu təvila və nə gözəl aqibəti var. Ələm tərə aya görmədim peyğəmbərim iləl-ləzinə o kəslər üçün ki yəzumunə belə güman edirdilər olar ennəhum bidüstü ki onlar amenu iman gətiriblər bima o zada ki unzilə nazil olub iləykə sənin üçün və ma unzilə və o ki nazil olub min qəblikə səndən qabaqki peyğəmbərlərə yuridunə istillə ya iradə edirlər ən yətəhəkəmu o ki hökm eləyə ilət tağut onlar üçün tağut və qət və betəhqiq umiru əmr olunub dəstur verilib ən yəkfuru o ki kafir olun bihi ona mənzur tağutə və yuridu şeytan və istir şeytan ən o ki yuzilləhum gümrah eləyə onları zəlalən bəida bir uzun gümrah eləməkliyi bir böyük gümrah eləməkliyi sədəqəllahul aliyyul əzim.